Qurban Bayramına bir həftədən artıq müddət qalmasına baxmayaraq artıq kəsim ünvanları bəllidir. Hazırlıqların getdiyi ünvanlardan birindəyik paytaxtın Nərmanov rayonunda və xüsusilə qeyd edək ki, bu il tək iri şəhər və paytaxtda bu kəsim həyata keçirilməyəcək. Həmçinin işğaldan azad olmuş ərazilərdə də həm stasionar, həm də çadır tipli kəsim məntəqələri quraşdırılıb. Yəni Zəngilan, Füzuli, Cəbrayıl, Laçın, Şuşa və Ağdərə rayonlarında da qurbanlıq heyvanların kəsimi aparılacaqdır ki, Bakı şəhər üzrə 34 ünvanda Qurban Bayramı ilə əlaqədar fəaliyyətlər təşkil olunacaqdır. Ümumilikdə isə Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkə üzrə 134 ünvanda xüsusi xidmət məntəqələri fəaliyyət göstərəcək. Onlardan 76-sında heyvanların həm kəsimi, həm də satış həyata keçiriləcək. 27 ünvanda yalnız satış, 31 ünvanda isə sadəcə kəsim xidmətləri təklif olunacaq. Bəs paytaxtdakı məntəqələrdə mövcud qiymətlər və sanitar vəziyyət necədir? 20 manata da var, 21-ə də var, 22-yə də var da, baxaq uzun çəkisinə. Amma 6 aydan yuxarı olmalı da, 20 manat. Stabil 20 manat uzat. Burada ayrı-ayrı firmalarımız var, hamı ayrı-ayrı heyvanların vurur, kəsim burada olur, fesadımız burada, həkim laboratoriya burada, vida burada, həkim kağızı, hər şey qanuni şəkildə, yəni heç bir problem yoxdur. Sahibkarlar və satıcılar da bayrama hazırlıq işlərini yekunlaşdırmaq üzrədirlər. Artıq kəsim və satış üçün nəzərdə tutulan yerlər tam hazırdır. Hətta sıxlıq olmasın deyə indidən iri buynuzlu heyvanlar üçün sifariş verənlər də var. Burada hər şey standarta uyğun olur. Həmən vaxtı qidanı işçiləri də olur. Burada ağartın işçiləri olur, nəzarət olur, icradan olur. Bütün nümayəndələr burada olur. Artıq ki, qaldı ki, qiymət məsələsi biz istərdik ki, həmən vaxtı eyni standart vəziyyətdə saxlayaq. Artıq qiymət qalxıb yerində hamısı dayanıbdır. Yəni bu saat 18 manat, 18 manat 50 qəpik dana ətidir. Çəkisinə uyğun olaraq da 19 manatdan 22 manata kimi də quzu ətləridir. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları əldə etmək üçün ekrandakı linkə daxil olaraq tanış ola bilərsiniz. Toğrul Quluzadə, Atababa Vəliyev, İTV Xəbər.